Salam əziz 7-cilər. Sizinlə riyaziyyat dərsindən bugünkü mövzumuz çoxhədlilərin çıxılmasıdır. İki çoxhədlinin fərqini tapmaq üçün azalanın üzərinə çıxılanın əksini əlavə etmək lazımdır. Məsələn, bizə verilən ifadələrin fərqini tapaq. Bundan ötürü əvvəlcə onları mötərizədə qeyd edək. 2a kubu çıx 8a çıx 3 çıxılsın. Digər mötərizədə 8a kubu çıx 12a üstəgəl 3 bərabərdir. Birinci mötərizəni rahatlıqla aça bilərik. 2a kubu çıxılsın 8a çıxılsın 3. İkinci mötərizədə isə diqqətli olmaq lazımdır. Mötərizənin içərisindəki 8a kubu müsbət olsa da, qarşıda mənfi olduğu üçün çıxılsın 8a kubu olacaq. Mənfi 12a mötərizənin içərisində mənfi olsa belə, qarşıda mənfi olduğu üçün bu müsbət 12a olur. 3 içəridə müsbət olsa da, qarşıda mənfi olduğu üçün çıxılsın 3 olur. Bərabərdir. İndi oxşar hədləri qeyd edək. 2a kubu və mənfi 8a kubu. 2-dən 8 çıxsaq mənfi 6a kubu. Mənfi 8a üstəgəl 12a müsbət 4 edər. Yəni 4a və nəhayət mənfi 3 ilə mənfi 3 mənfi 6 edər. Çoxhədliləri sütun şəklində çıxarkən oxşar hədlər bir-birinin altında yazılır. Məsələn, 6x kvadrat üstəgəl 4x çıx 8 və 2x kvadratı çıx 2x üstəgəlinsin 4. Burada hesablamanı yerinə yetirsək, 6x kvadratından 2x kvadratı çıxdığımız zaman 4x kvadratı qalar. 4x çıxılsın mənfi 2x, bu da müsbət 6x edər. Mənfi 8 çıxılsın 4, bu da mənfi 12 edər. Verilmiş fiqurun perimetrini hesablayın. Burada perimetri tapmaq üçün bütün tərəflər toplanmalıdır. P bərabərdir. X üstəgəl 2, üstəgəl 2x üstəgəl 7, üstəgəl x üstəgəl 1, üstəgəl 3x çıxılsın 2 bərabərdir. Oxşar hədləri qeyd edək. X, 2x, x və 3x. Hər birini toplasaq 7x edər. Daha sonra 2, üstəgəl 7, 9, üstəgəl 1, 10, çıxılsın 2, 8, üstəgəl 8. Diqqətiniz üçün təşəkkür edirəm.